Salam, sizin üçün bayram vlogu çəkdim. Oyandıq biz. Saat 9:16-dır. İndi durmuşuq. Dostlar, indi görürsün mən belə ücretsiz ayarladım. Amma mən indi bunu sizə göstərmək istəyirəm. Görürsün böyle 6 dənə aynı tarihlər falan var. İndi martın 30'udur. Mən bunu ayarladım. Belədir. Burada yuxarısında bunun istəsəz nə isə yaza bilirsiniz. Belədir. Məncə çox qəşəng bir şeydir. Böyle evinizdə qoyursunuz bir kənara. Bu arada dostlar, mən indi əlimi yüzümü falan yudum və indi edəcəm itlərimi yedizdirməyə. Sonrasında da baxarıq eləyəcək. İndi mən makyaj eləyəcəm. Sizə göstərim hansı makyajları eləyəcəm. Belə bir fondöten işlədəcəm üzümə. Bu renkdə. Onu da bununla yaydıracağım. Sonra böyle bir tane şey var. Neydi bunun adı? Concealer var. Bundan işlədəcəm. Böyle bir sonra burada allık var. Bunu Temu'dan zakaz eləmişdik. Kapatıcı fırçası var. Bunu da Temu'dan zakaz eləmişdik. Bu fırçaları test edəcəm. Allık fırçası. Sonra böyle bir pudra var. Pudra eləyəcəm. Bu pudra şeydir. Bu pudra powder'ıdır. Sonra burada 2 tane fırça var belə. Bunlar ten ve bir de highlighter falan yaydırmaq üçündür. Bunlardan işlədəcəm. Yani bu Golden Rose'dan aldığımız bu lip gloss işlədəcəm. Nömrəsini də deyim, bir saniyə mən də axtarıb deyəcəm. 504 nömrəli bu Golden Rose'dan aldığımızı. Buralar indi çox pis gündədir, amma nəysə, mən sizə belə bir ten paletini göstərmək istəyirəm. Oneyio'dur adı. 43 tane renk var içində. Görürsünüz biraz bitib. Böyle renkler var içinde. Burada highlighterlar da var. Highlighter olarak ben bunlardan işledim. Bu üçünden. Sonra burada da böyle tenler var. Sonra burada böyle renkler var. Böyle. Bir tane pomadam da var idi ama harı salmışam hiç bilmirəm. Neyse böyle tatlı burada lips makyajlar var. Ben bundan bunu sürtmek istedim. Hələlik. Sonra bir tane var idi. Hə, böyle bir pomada var ama ben başka bir pomada var idi. Onu sürteceğim. Bir de gloss. Gloss'u da sürtəndə göstərərəm. Belə bir sıra takacağım sonra. Belə bir qolbaq var. Bunu takacağım. Bir de təkcə onu yox. Belə bir qolbaq var. Bunu da takacağım. Bir tane de belə bir boyunbaq var. Bundan takacağım. Ay dolaşdı ya. Nəysə belə də Hello Kitty açar belə. Sonra biz indi belə nə qədər şarlar şişirtmişik. Nə qədər şarlar pişirtmişik. Və belə tort var. Görürsünüz tortun yarısını yedik. İndi birazdan mimoz salat eləyəcəyik. Qolumdakı da görürsünüz belə qaldı. Mənim ancaq indi yadıma düşür çəkmək. Belə 2 qapısını çıxarmışdım. İndi ancaq içində bir dənə qaldı. Belə çıtladıq və oradan Zootopiyaya baxırıq. Megastore Azkek'dən də belə bir tort almışdım. Bayaqdan onu göstərdim. İndi də yenə yeyirik bundan. Böyle Black Forest kimi. İçi böyle vişneli. İndi saat 19:16'dır. Tortun yarısı edip sonra biz böyle mimoza düzəltdik. Bir de böyle mimozadan artık kalanlar oldu. Ondan da böyle bir salat düzəltdik. Mimozanın da yarısını yedik ama öyle bir salat yememişik. Bu günlerin kuzenim gibi de bize gelmişti. Kuzenime de bundan çekmiştim. Bacıma da bundan çektim. Kuzenime de bu saçtan yapmıştım. Saç modelde. Akrabalarını göstereyim. Böyle. Dostlar, indi saat 2:08'dir. Biz bayaqdan Roblox oynuyoruz. Roblox'da videolar falan çəkirik. Şimdi mən gedəcəm, uzanacağım, TikTok falan baxacağım. Belə. Aa, kimsə yox mu? Neyse. Salam. İndi saat 12:03'dür. Biz 11'in yarısı durmuşuq və mən indi belə oyun oynayıram tək. Dostlar, biz indi gedirik ya bowling oynamaq akvaryumda, ya da bilyard oynamağa. Sizə də orada çalışdığım qədər video çəkəcəm. İndi görürsünüz kravatlardır, hər tərəfdə paltalar tökülüb. Dostlar, mən belə cins geyindim, üstəlik belə kofta. Bu kuzenimdir, bu da bacımdır.
geyindi eyni koftaları. Biz indi nə gəlmişik? Unutmuşam sizə çəkməyi. İndi yoldayıq. İndi biz gedirik bilyard oynamağa. Orada çəkərəm sizə videolar. Belə görürsünüz. Gedirik. Arazdan da şey almışdıq. Srok. Saat 17-18 çatdı. Bilyard oynaya bilmədik. Ona görə indi bowling oynayacaq. Bilyard yeri dolu idi. Görürsünüz oyun bitti. Oyunun kazananı Ayan oldu. İkinci sırada ben, üçüncüde de Ayan. Üçte durmuş. Dostlar ben eve geldim. Şurada pijama falan giyindim. Şimdi otururum burada. Böyle çatlı eve. Bu iki videonun da sonuna geldiniz. Ben уже yatıram. Like atıp abone olmayı unutmayın. Yorumda yazın. Sizleri sevirəm. Sağ olun.